Salam, bugün sizə 8-ci sinif biologiyadan KSQ 4-ün izahını verəcəm. Birinci sualla başlayaq. Kitab şəkilli ağciyərlər hansı canlılar üçün xarakterikdir? Kitab şəkilli ağciyərlərə biz əqrəblərdə rast gəlirik. Əqrəblər də hörümçək-kimilər sinfinin nümayəndələrindəndir. Birdə olacaq C variantı. İkinci sual. Orta yaşlı sağlam insanda ağciyərlərin tənəffüs potensialı neçə kub santimetrdir? Ağciyərlərin tənəffüs potensialı, yəni ağciyərlərin həyat tutumu orta yaşlı insanda 4500 kub santimetrdir. Verilmiş canlılardan hansının toxumalarındakı hüceyrələrin qidalanmasını və tənəffüsünü bilavasitə fərqli orqanlar sistemi həyata keçirir? Burada cavab olacaq 3-də B variantı. Səbəb də odur ki, balıqlarda tənəffüsü qəlsəmələr vasitəsilə icra olunur tənəffüs prosesi, amma qidalanma isə və oksigenin daşınması isə qan damar sistemi vasitəsilə həyata keçirilir. Yəni, biri tənəffüs sistemi, biri qan damar sistemi vasitəsilə icra olunur. Hər ikisi də ayrı-ayrı sistemlərə aid olduğuna görə 3-də cavab olacaq B variantı. Dördüncü sual. İnsanda tənəffüs sistemində C formalı qığırdaq halqalar olur. Nədə C halqalı qığırdaq halqalar olur? Nəfəs borusunda, yəni traxeada. Nəfəs borusunda C formalı qığırdaq halqalar olur. Səbəb də boru çökməsin deyə. Yəni 4-də olacaq C variantı. 5-ci suala baxaq. Xərçəngi sudan çıxarsaq, o məhv olacaq. Çünki xərçənglər suda yaşayır və xərçənglər suda həll olmuş oksigenlə tənəffüs edir. Sudan çıxsa məhv olacaq. Yəni 5-də olacaq Y variantı. 6-cı sual. Xüsusi tənəffüs orqanı yoxdur. Hidra 1, bəli, doğru variantdır. 2. Amöb, bəli, amöbdə də xüsusi tənəffüs orqanı yoxdur. 3. Göyərçin, göyərçində var, ağciyərlərdir. 4. Xərçəng, xərçəngdə qəlsəmələrdir. 5. Balıq, balıqda da qəlsəmələrdir. 6. Soxulcan, soxulcanda da xüsusi tənəffüs orqanı yoxdur. Yəni bizim doğru cavabımız 1, 2 və 6-dır. Bu heyvanlarda xüsusi tənəffüs orqanı yoxdur və bütün bədən səthi ilə tənəffüs prosesini icra edirlər. 6-da olacaq A variantı. 7-ci sual. İnsan nəfəs alma zamanı udduğu havanın temperaturu və rütubətliyi xaric edilən hava ilə müqayisədə çox olacaq. Səbəb də odur ki, udulan hava bədəndə isinir, nəmlənir. Ona görə də xaric edilən hava ilə müqayisədə daha çox temperatur və rütubətli olur. Yəni cavab olacaq 7-də C variantı. 8. Nəfəs alma prosesinə aid olanları seçin. Nəfəs alma prosesi, Birinci sual. Qabırğa arası və diafraqm əzələləri yığılır. Bəli, doğrudur. Döş boşluğunda təzyiq aşağı düşür. Bu da doğru variantdır. Döş qəfəsi sıxılır. Xeyr, bu yanlışdır. Ağciyərlərdən hava xaric olur. Bu da yanlışdır. Qabırğa arası və diafraqm əzələləri boşalır. Xeyr, yığılmalıdır. 6. Ağciyərlərə hava daxil olur. Bəli, biz nəfəs alan zaman ağciyərlərə hava daxil olur. Qabırğa arası və diafraqm əzələləri yığılır və döş boşluğundakı təzyiq atmosfer təzyiqindən aşağı düşür. Yəni cavab olacaq 1, 2 və 6. 8-də olacaq C variantı. 9. Şəkildə əks olunan canlılar üçün ümumi sayılmaz. Bizə hansı canlılar verir? Balıqdır. Daha sonra digər canlımız skatdır. Bir də delfindir. Birinci suala baxaq. Delfin məməlilər sinfinə aiddir. Digərləri isə balıqlar sinfinə aiddir. Birinci suala baxaq. Suda həll olmuş oksigenlə tənəffüs edir. Burada yanlışlıq var. Çünki hamısı oksigenlə tənəffüs etməyəcək. Səbəb də odur ki, suda həll olmuş oksigenlə tənəffüs etməyəcək. Çünki delfinlərdə ağciyər var. Yəni bir aid olmadı. Bizdən də ümumi sayılmazı istəyir. Ona görə biri götürürük. 2. Daxili skelet. Bu ümumi sayılır. 3. Bədən temperaturunun xarici mühitdən asılı olması. Bu isə yanlışdır. Yəni hər birinə aid olmayacaq. Səbəb də odur ki, delfin məməlilər sinfinə aiddir. Məməlilər də istiqanlı heyvanlardır və onlarda bədən temperaturu xarici mühitdən asılı olmur. Amma balıqlarda isə soyuqqanlı heyvanlar olduqlarına görə onlarda bədən temperaturu xarici mühitdən asılı olur. Yəni ümumi olmaz 3-də. Ümumi olmazdır. 4-ə baxaq. Ağciyərlərlə tənəffüs.
Bu da yanlışdır. Çünki hamısı ağciyərlərlə tənəffüs etmir. Balıqlar qəlsəmələrlə tənəffüs edir. Cavab olacaq 1, 3, 4. Yəni D variantı. Gəlin 10-cu suala baxaq. İnsanda verilən orqanlar arasındakı işarələnmiş müvafiq damarlarda axan qanda oksigenin qatılığının miqdarı çoxdur. Aha, hansında deyir oksigenin miqdarı çoxdur? Hansı ki ürəkdən çıxıb bədənə gedir. Həmin damarlarda deməli oksigenin miqdarı çox, karbon qazının miqdarı isə az olacaq. Burada da uyğun variant, baxın, deməli, ürəkdən çıxıb bədənə gedən. Ürək burada göstərilib. Ürəkdən çıxıb bədənə gedən oxun istiqamətinə baxın. B və D. Ürəkdən çıxıb bədənə gedir. Yəni B və D cavab olacaq onda Y variant. 11. Stigmalara malik əksər canlılar haqqında verilmiş fikirlərdən hansı və ya hansılar doğru deyil? Stigmaya malik olan canlılar həşəratlardır. Aha, bizdən doğru olmayan cavabları soruşur. 1. Xarici skeletə malikdir. Aha. 2. Qan damar sistemləri qapalıdır. Bu yanlışdır. Qan damar sistemləri açıq olur. 3. Vena damarları yoxdur. Bu da doğrudur. 4. Qanları rəngsizdir və hemolimfa adlanır. Bu da doğrudur. Bizdən yanlış istəyir. 5. Bədənləri 2 hissədən ibarətdir. Bu da yanlışdır. Çünki deməli həşəratların bədənləri 3 hissədən ibarətdir. Baş, döş və qarıncıq. Yəni cavab olacaq B variantı. 2 ilə 5 doğru olmayan variantlardır. Orta yaşlı sağlam insanda əlavə hava ilə ehtiyat havanın cəmi neçə kub santimetrdir? Əlavə hava 3000, ehtiyat hava isə 1000 kub santimetrdir. Yəni toplayanda isə cavab eləyəcək 4000 kub santimetr. 12-də olacaq B variantı. 13. İnsanın hansı damarlarında axan qanda karbon qazının miqdarı ən az olur? Karbon qazının miqdarı ən az olacaq ağciyər venalarında. Ağciyər venaları sayı 4 ədəddir və onlar deməli karbon qazı miqdarı ən az, oksigenin miqdarı ən çox olacaq onlarda. Yəni 13-də olacaq C variantı. 14-cü sual uyğunlaşmadır. Yazaq variantları və uyğunlaşdıraq. Alveollar. Aha, bronx yollara şaxələnir. Xeyr, təqqatlı epiteldən ibarətdir. Baxın, bu doğru variantdır alveollar üçün. Alveollar təqqatlı epiteldən ibarətdir. Sonra alveollarda qazlar mübadiləsi baş verir. Bu da doğru variantdır. Yəni alveollar üçün doğru variant 1 D və Y. Bronxlar. Bronxlar bronx yollara şaxələnir. 2-də olacaq A. Hava qırtlaqdan bilavasitə bura keçir. Bu da aid olacaq nəfəs borusuna, yəni 3-də olacaq C variantı. Daha sonra B variantı heç birinə getmir. Çünki B variantı üçün bizdə gərək burun yazılardı variantlardır və burun variantımız da yoxdur. 15-ci sual. Orta yaşlı bir insanın bir tənəffüs hərəkəti zamanı qana oksigenin miqdarı 25 kub santimetr olur. Bu doğrudur. Xaric olunan havanın həcmi 100 kub santimetr olur. Xeyr. Deməli, qana keçən karbon qazının miqdarı 20 kub santimetr olur. Bu da doğrudur. Xaric olunan havadakı oksigenin miqdarı 25 olur. Xeyr. Qana keçən oksigen isə 25 olur. Bu doğrudur. Yəni 1, 3-dür hər iki doğru variantımız. Uduğu havanın tərkibində ən çox azot qazı olur. Bu da doğru variantdır. Yəni 15-də olacaq doğru variantlar 1, 3 və 5. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Sağ olun.